Mərhəmətli və rəhimli Allahın adı ilə. Səndən sərxoş edici içki və qumar barəsində soruşurlar. De ki, ikisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De ki, ehtiyacınızdan artıq qalanını Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De ki, onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah qüdrətlidir, müdrikdir. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar oda çağırırlar. Allah isə öz izni ilə cənnətə və bağışlanmağa dəvət edir. O, öz ayələrini insanlara bəyan edir ki, bəlkə düşünüb ibrət alsınlar.